Sxemə əsasən CD nöqtələr arasında ən qısa məsafənin AB nöqtələr arasında ən qısa məsafənin nə qədər çox olduğunu hesablayın. Burada 60 dərəcə paralelin 1 dərəcə qoyulsun 55, 10-8 km. Birinci CD-yə baxaq. CD. Bunların həqiqi məsafəni tapaq deyir. C-dən D-yə paralel üzrə gedirik. Paralel üzrə gediriksə, şərq istiqamətə və yaxud da qərb istiqamətə gedirik. Deməli, biz paralelə baxmalıyıq. Deməli, biz paralellə CD arasında məsafəni tapaq. 1 dərəcə. Paralel qoyulsun uzunluğu. Gedilən dərəcə həqiqi məsafə. Burada 40-cı paraleldir. 40-cı. 40 şimal dairəsi. Bunun da 40 şimal dairəsinin 1 dərəcə qoyulsun uzunluğu 85,4 km. Yerinə qoyaq yazaq. 1 dərəcə 85,4. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir. Biri 0-ın üzərində yerləşir. C. Bu C. O biri də yerləşir 70 şərq uzunluğu. Çünki Qrinviçdən sağda. Bu da D. Bunlar üçün dərəcə fərqini tapanda üstə gəlirik. Ya çıxırıq. Yəni eyni yarım külə 0 olanda fərq yoxdur. Toplayıb və çıxa bilərsiniz. 70 dərəcə. Deməli, bunlar arasında dərəcə fərqi gedilən dərəcə oldu 70. Gəlin yerinə qoyaq yazaq. 70. Burada yazırıq. 70 dərəcə həqiqi məsafə. Buradan da həqiqi məsafə bərabərdir. 85,4 vurulsun 70. Həqiqi məsafə də bərabərdir. 5978 km. Deməli, CD tapdıq. 5978 km. İndi gəlin baxaq. İndi A-la deməli, A-B həqiqi məsafəni tapaq. Deməli, A-la B yenə paralel üzrə gedir. 60-cı paralel və yenə 1 dərəcə qoyulsun. 60-cı paraleldə burada yazıb. 55,8. Yəni bu 60-cı paralel 1 dərəcə qoyulsun uzunluqdur. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Deməli, A Qrinviçdən soldadır. Meridiana bax. Paralel üzrə gediriksə, meridianlara baxarıq. Deməli, gedilən dərəcə bərabərdir. A yerləşir 10 qərb uzunluğu. B yerləşir 70 şərq uzunluğu. Fərqli olduğu üçün toplayırıq. O da bərabərdir. 70 gəlinir 80 dərəcə. Deməli, bunların gedilən dərəcəsi oldu 80 dərəcə. Gəlin yerinə qoyaq yazaq. Burada 1 dərəcə 55,8 80 dərəcə həqiqi məsafə. Bu da bərabərdir. Həqiqi məsafə bərabərdir. 80 vurulsun 55,8. 55,8. Həqiqi məsafə də bərabər 4464 km. Bunu da tapdıq. 4464 km. Deməli, AB arasındakı həqiqi məsafə 4464 km. Bunların deyil fərqini tapın. İndi gəlin çıxaq. 5978 çıxılsın 4464. 4, 1, 5, 1. 1514 km. A variantı. Məsələlərdə ardıcıllıq mütləqdir və verilənləri yazıb olmayanları tapmaq daha rahatdır. Cədvələ sənfi yerli fikirlərdən düzgün, yanlış müəyyən edin. Sosial coğrafi, fiziki coğrafi yeni sahəsidir. Xeyr, bu iqtisadi coğrafiya. Bu yanlışdır. Yeni yox, ənənəvi sahəsidir. Kartoqrafi tədqiqat metodlarında müxtəlif məzmun xəritə öyrənməsinin əsaslanır. Bu da doğrudur.
Müxtəlif tədqiqat metodları var. Kartoqrafik, tarixi, müqayisə, çöl tədqiqatı, bunlar ənənəvi tədqiqat metodları. Müasirlər, riyazi, statistik, coğrafi modelləşdirmə, coğrafi proqnozlaşdırma, aerokosmik cisim bu müasir tədqiqat metodları. Geomorfoloji iqtisad coğrafi ənənəvi sahəsidir. Xeyr, fiziki coğrafiya. Yanlış. Coğrafi proqnozlaşdırma, təbii antropogen təsir nəticəsində ərazidə baş verən dəyişikliklərin əvvəlcədən müəyyən edilməsi. Bu da doğrudur. Deməli, yanlış, doğru, yanlış, doğru. C variantı. Kartometrik təhlil metodu nədir? Müxtəlif təhlil metodları var. Vizual, kartometrik, bir də qrafik. Vizual odur ki, yəni biz şərti işarələ bilərək hər hansı nəyisə oxuyuruqsa, məsələn fiziki xəritələr, dağlar, düzənliklər oxuyuruq. Şərti işarələ bilərək ilk görünüş olaraq, yəni biz nə oxuyuruqsa vizualdır. Kartometrikdə məsələn burada A-da xəritə ərazilərin relyef və çarşab, iqlim xüsusiyyəti, bitki heyvanın müxtəlif əhalinin yerləşməsi. Bu vizualdır. Sonra xəritə əsasən verilmiş qrafik təsvir vasitəsilə aparılan bu qrafikdir. Coğrafi kodun təyin olunması, hündürlük, uzunluq, sahə hesablanması, bəli, bu kartometrikdir. Modelinin hazırlanması və öyrənilmə, coğrafi modelləşdirmədir. Coğrafi obyektlər fərqli oxşaraq bu müqayisə metodudur. Verilən Venn diaqramı əsasən uyğunluğu müəyyəndir. Ümumi coğrafi, tematik. 1, 2, 3. Oxşar ümumi coğrafi bütün komponentlər olduğu kimi təsvir olunur. Yəni hamısı bir yerdə təsvir olunur. Tematik bir mövzu təsvir olunur. Məzmuna görə xəritələrin növləridir. Onlar üzərində bütün coğrafi obyektlər eyni səviyyədə təsvir olunur. 1. Ümumi coğrafi. Hər hansı mövzu və hadisə daha müfəssəl təsvir olunur. 2-yə aiddir. 1-ə 1, 2-yə 2. 1-ə 1, 2-yə 2. Bütün variantlar gedir. Variantlarla işləmək də olar. Bəzi testlərdə miqyas şərait işarəsindən istifadə olunur hər ikisində. Cavab C variantı. Təyyarə 0 azimutla ekvatorla 40 şərq uzunluğu kəsişmə nöqtəsindən deməli təyyarə 0 azimutdan gedir. Ekvator 40 şərq uzunluğu. 40 şərq uzunluğu. Bundan 0 azimutla şimala. Kəsişmə nöqtəsindən, yəni 40 şərq uzunluğunun ekvatorun kəsişmə nöqtəsindən, A nöqtəsindən 4440 kilometr. Deməli, nə ilə gedib bu? Meridianla gedib. Saxlayaq bunu. Görə hara gedib çatıb. Deməli, meridianla gəlirsə tənasübümüzü qururuq. 1 dərəcə meridian qoysunuz ona 111 kilometr. Gedilən dərəcə, həqiqi məsafə. 1 dərəcə 111 kilometr. Gedilən dərəcəni bilmirik. Həqiqi məsafəmiz 4440 kilometr. Tənasüb qururuq. Gedilən dərəcə vurulsun 111 bərabər 4440. Gedilən dərəcə bərabər 4440 bölünsün 111. Bu bərabərdir 40 dərəcə. Deməli 40 dərəcə 0 azimutdan gedib. Bu ekvatordur, bu 0-dır. 40 dərəcə yuxarı gedirsə, üstünə 40 gəlirik, çatıb 40 şimal endarəsinə. Birinci sənə tapdıq. Çatdı 40 şimal endarəsinə. Keçək ikincisi. Sonra isə qərb istiqamətə çatdı bura. A məntəqəsi oldu burada. İndi qərbə doğru gedir. Bu istiqamətə. 4697. Qərbi istiqamətə gedirsə, bu qalır. Yəni, paralel qalır. 40 şimal endarəsi. 40 şimal endarəsi. Variantlar getdi. İndi, çünki paralel üzrə gedir. İndi, paralel üzrə gedirsə, yenə bizim tənasüb quraq. Amma bu zaman 1 dərəcə qoyulsun uzunluğuna baxaq. 40 şimal endarəsində 1 dərəcə qoyulsun uzunluğu 85,4. 85,4 kilometr. Gedilən dərəcə, həqiqi məsafə. Yəni, yazaq. 1 dərəcə 85,4. Gedilən dərəcə neçə kilometr gedib? 4697. Buradan tənasüb qururuq. 85,4 vurulsun gedilən dərəcə bərabər 4697. Buradan da gedilən dərəcə bərabər 4697.
bölünsün 85/4. Böl 85/4. Gedilən dərəcə bərabərdir 55 dərəcə. Deməli 55 dərəcə gedib. İndi gəlin baxaq. Burada deyir 55 dərəcə. Meridian qalır. Hardan başlayıb? 40 şərq uzunluğundan. Bundan 55 sola gedirik. Sol istiqamətə. Sola gedəndə biz azala-azala gedirik. Biz azala-azala gələrək çatdıq 0-a. Neçə dərəcə getdik? 40 dərəcə. Amma biz neçə dərəcə getməliyik? 55 dərəcə. Bizim 15 dərəcəmiz qalır. 15 dərəcədə keçirik bu istiqamətə. Olacaq 15 qərb uzunluğu. Deməli, cavab C variantı. Sonra, həqiqi sahəsi 448 kvadrat kilometr ərazi, miqyası 800 min olan xəritədə aşağıda paletkalar hansı rənglənmiş sahə ola bilər? Birinci biz verilənləri yazaq, tapaq, sonra paletkaya keçərik. Deməli, sahə düsturu, həqiqi sahə. Verilənləri yazaq. Həqiqi sahə bərabər 448 kvadrat kilometr. Miqyas. Miqyas bərabər 1 bölünsün 800 min. Bunu kilometrə çevirək. Belə 100 minə. 5, 0, 3, 5. 8 kilometr. İndi bizim sahə düsturumuzu yazaq. 1 kvadrat santimetr miqyasın kvadratı. Xəritədəki sahə həqiqi sahə. Nə verilib bizə? Miqyasımız məlum. 1 kvadrat santimetr 8-in kvadratı. Xəritədəki sahə bilmirik. Həqiqi sahədə 448. Buradan tapaq. 8 ilə kvadrata yüksəlik. 64 vurulsun xəritdə sahə bərabər 448. Xəritdə sahə bərabərdir 448. Deməli 448 bölünsün 64. 48 bölünsün 64. Xəritdə sahə bərabərdir 7 kvadrat santimetr. Bunu tapdıq. Xəritdə sahəni tapdıq. 7 kvadrat santimetr. Buradan yazaq. Deməli, bizim xəritədəki sahəmiz 7 kvadrat santimetr. İndi paletka ilə. Paletka ilə tənasübümüzü quraq. 1 paletka 0,25 kvadrat santimetr. Yəni, bir paletka bu qədərdir. Xəritədə bu qədər sahə tutur. Paletka sayı xəritədəki sahə. Yerlərinə yazaq. 1 paletka 0,25. Paletka sayı 7. Buradan da paletka sayı vurulsun 0,25 bərabər 7. Paletka sayı bərabər 7 bölünsün 0,25. Bu da paletka sayı bərabərdir 28. Deməli, bizim neçədən paletkalardır? 28. Bu variantlar içərisində sahib. Burada yarımçıq, yəni kvadratın yarısı 1 sayılır. Bu formada sayın. Deməli, cavab 28 paletkadır. Sonra, paletkadan istifadə edərək həqiqi sahəsi 1350 kvadrat kilometr ərazinin tərtib olunduğu xəritənin miqyasını tapın. Nəzərə alın ki, paletka hər daması 0,25. Gəlin, deməli, həqiqi sahə verilib. Həqiqi sahə bərabər 1350. Sonra deyir ki, miqyasını tapın. Miqyas sual. Deməli, biz sahə düsturunu yazaq. 1 santimetr kvadratı, miqyasın kvadratı, xəritdə sahə, həqiqi sahə. Burada həqiqi sahəmiz məlum. Miqyas soruşur. Xəritdə sahəni taparıq. Xəritdən sahəni tapmaq üçün paletkaya uyğun tənasüb quraq. 1 paletka 0,25. Paletka sayı xəritədəki sahə. İndi gəlin burada paletkaları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23.
Bunların 2 dənə də yarı var, 24. Deməli, paletka sayı neçə dənədir? 24. Yerinə qoyaq, yazaq. Burada yazmışıq. 1 paletka 0,25. 24 paletka xəritə sahə. Xəritə sahə də bərabərdir. Deməli, 0,25. 24 vurulsun 0,25. 24 vurulsun 0,25. Xəritə sahə də bərabərdir 6 kvadrat santimetr. Bunu tapdıq. İndi gəlin burada yuxarıda tənasübdə yerinə qoyaq, yazaq. Xəritə sahəmiz məlum. 6 kvadrat santimetr. Burada yuxarıda 1 santimetr miqyasın kvadratı. Xəritə sahə 6, həqiqi sahə 1350. Buradan tənasübümüzü quraq yenə. Miqyasın kvadrat vurulsun 6 bərabər 1350. Miqyasın kvadratı bərabər 1350 bölünsün 6. 50 bölünsün 6. Bu da bərabərdir. Miqyasın kvadratı bərabərdir 225. 225. Bu da miqyas da bərabərdir. Biz miqyasın kvadratı olursun. Bu miqyası tapmaq üçün bundan kök almalıyıq. 225-dən. Bərabərdir 11. Deməli, miqyasımız ola bilsin hardasa, daha doğrusu 15. 11 yox, 15 üzr istəyirəm. 15 bərabərdir. 1 bölünsün 15 vururuq 100 minə. Çünki 1 kilometrimiz 100 min santimetrdir. Bu da bərabər 1 milyon 500 min. Cavab A variantı.